Növbəti bir mənzildə hamınızı salamlayıram dəyərli izləyicilərimiz. Bu mənzilə baxmadan mənzil seçimi etməyin. Çox gözəl, əşyalı, kupçalı, 155 kvadrat ölçülü, ideal bir mənzilə qarşınızdayım. Ev sahibi özü üçün təmir edib, müəyyən müddət yaşayıb və hal-hazırda başqa mənzilə köçdüyü üçün gördüyünüz bütün əşyaları və texnikaları ilə birlikdə təcil olaraq bazar dəyərindən aşağı qiymətə satışa təklif olunur. Super bir mənzildir. Mənzili sizlərə təqdim edəcəm. Təqdimatdan öncə kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Mənzilin qonaq otağı təqribi olaraq bir otaqlı mənzilin ümumi sahəsinə bərabərdir. Baxın, belə bir gözəl, geniş bir qonaq otağı var. Baxın, bu şəkildədir. Keçəcəm təqdimata, giriş qapıdan başlayaq. Burada mənzilimizin giriş qapısı yerləşir. Buradan giriş qapıdan daxil olduqda belə bir gözəl, geniş bir dəhliz hissəsi mövcuddur. Baxın, bütün otaqların girişi buradandır. Dəhliz sanitar qovşağı, qranit mərmər və istifa təsis olunub. Bu dəhliz özü elə bir otaq kimidir həqiqətən də. Yəni burada baxın, orada televizor yeri də var, TV stand hissəsi və divan. Yəni qonaq otağından o qədər də istifadə etməyirsiniz və mənzilin mətbəxini göstərəcəm. Çox geniş bir proyektdir. 3 otaq, 155 kvadrat ölçülü bir mənzil. Burada qonaq otağıdır, sanitar qovşağı, birinci və ikinci yataq otağı. Orada isə mənzilin mətbəx hissəsi və eyvana çıxış hissəsi mövcuddur. Dəhliz hissəni göstərdim. Baxın, giriş qapısı buradadır. Girişdə sağda belə bir qardırop hissə yığılıb. Qonaq otağını bir daha göstərəcəm sizə. Mənzilin qarşısı açıqdır. Gün çıxan istiqamətə baxır. Döşəmə parketdir. Gördüyünüz, baxın, bu əşyaların ev sahibinin dediyini deyirəm sizə. 40 min dollar pul verilib, alınıb mənzil üçün. Və hal-hazırda mənzildə yaşayış yoxdur. Elə mənzillə birlikdə bu əşyaları da yəni mənzildə qoyaraq satışa təklif olunur. Təmir zamanı qeyd edilib bahalı materiallardan istifadə olunub və təmirdən sonra da praktik cəhətdən çox da yaşayış olmayıb. Baxın, gördüyünüz bütün bu əşyalar heç birisi yerli istehsal deyil, hamısı xaricdən sifariş əsasında gəlmiş əşyalardır. Keçək digər hissələrlə tanış olaq dəyərli izləyicilərimiz. Burada mənzilin sanitar qovşağı yerləşir. Baxın, belə bir sanitar qovşağı var. Sanitar qovşağını sizlərə göstərdim. Burada mənzilimizin birinci yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var. Lazım olan əşyalar burada da mövcuddur. Baxın, bu şəkildədir gördüyünüz kimi. Burada mənzilimizin ikinci yataq otağı yerləşir. Digərinə nisbətən kifayət qədər geniş bir sahəyə malikdir. Baxın, bu şəkildədir. Burada isə mənzilimizin çox gözəl, geniş bir mətbəx hissəsi var. Baxın, bəzi evlərin qonaq otağından da böyük olan bir mətbəx hissədir. Mətbəxdən eyvana çıxış var. İlk öncə eyvanı göstərəm, sonra yenidən mənzilin mətbəx hissəsinə qayıdacağım. Mənzilin mətbəxindən baxış birbaşa, baxın, meşə parkınadır. Düz meşə parkının yanında. Baxın, dəyərli izləyicilərimiz, ekoloji cəhətdən təmiz havasına malikdir. Burada isə baxın, əlavə olaraq yay mətbəxi də düzəlib. Əgər mətbəxdə iyili, qoxu, yeməkxanası bir qida bişirirsəniz, buradan rahatlıqla istifadə edə bilərsiniz. Baxın, belə bir gözəl, geniş bir mətbəx var. Heç qonaq otağından, dəhlizdən bir o qədər istifadə etməyəcəksiniz. Yəni, bu mətbəxdə siz gününüzü rahatlıqla istifadə edə biləcəksiniz. Baxın, belə bir gözəl, üzəri süni mərmərlər tökülmüş mətbəx isə lazım olan bütün aksesuarlarla da tam şəkildə təmin olunmuşdur. İndi isə mənzil haqqında ümumi məlumatı verəcəm sizlərə, dəyərli izləyicilərimiz. Mənzilimiz 20 yanvar metrosunun yanında, Meşə Parkının arxasında, yeni tikili 16 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. 155 kvadrat qanuni 3 otaq kupçalı əşyalı bir mənzili sizlərə təqdim elədim. Mənzilin qiyməti aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişlərə mənzildə görüşənədək.